Üç quzunun nağılı. Biri var idi, biri yox idi. Üç quzu var idi. Günlərin bir günü quzular analarından ayrılıb özlərinə ev tikmək üçün icazə istədilər. Anaları icazə verdi, ancaq dedi ki, me. Balalarım, acgöz qurddan ehtiyatlı olun. O tək gəzən quzuları yeyir. Bir-birinizdən ayrılmayın. Evinizi möhkəm tikin. Birlikdə tikin. Birlikdə yaşayın. Me. Balaca quzularsa analarının sözünə qulaq asmadılar. Hər biri ayrı ev tikmək qərarına gəldi. Böyük quzu tənbəl olduğundan evini samandan tikir. Ortancıl quzu evi tez tələsik taxtadan qurur. Ən kiçik quzusa səbirlə daşdan tikir. Qalın taxtadan da qapı düzəldir. Acgöz qurd quzuların analarından ayrıldıqlarını eşidib onları axtarmağa başlayır. Əvvəlcə böyük quzunun evini tapıb qapını döyür. Aç qapını, quzu bala. Evini görməyə gəlmişəm. Quzu anasının sözünü yadına salıb qapını açmır. Bunu görən qurd samanları üfürüb dağıtmağa başlayır. Quzu yıxılan evdən çıxıb ortancıl qardaşının evinə qaçır. Ortancıl quzu tez qapını açıb böyük qardaşını içəri buraxır. Az sonra qurd gəlib evin ətrafında dolaşır. Görür ki, quzular qapını açmırlar. Başlayır evin divarlarını tərpikləməyə. Evin divarları bir-birindən aralanır. Qurd ağac gətirməyə gedir ki, evi tamam yıxsın. Qurd uzaqlaşan kimi quzular çıxıb kiçik qardaşlarının evinə doğru qaçırlar. Kiçik quzu işini yenicə qurtarmışdı ki, qardaşları təngənəfəs gəlib çıxırlar. Hər üçü evə girib qapını bağlayırlar. Qurd qapını bağlı görüb bir neçə kələyə əl atır, amma heç biri alınmır. Evin divarlarını təpikləyib uçurmaq istəyəndə ayağı ağrıyır. Fikirləşir. Gərək gözləyəm. Yəqin birazdan qapını açıb çölə çıxarlar. Mən də onları yeyərəm. Beləcə quzular içərdə, qurd da bayırda xeyli gözləyirlər. Bu vaxt quzuların anası yanında Qarabaşla balalarını yoxlamağa gəlir. Qarabaşı görən acgöz qurd qaçmağa başlayır. Qorxudan o qədər uzağa qaçır ki, onu bir daha oralarda görən olmur. Quzularsa analarının sözünə baxmadıqlarına görə bərk peşman olurlar. O vaxtdan quzular həmişə analarının sözünə qulaq asırlar.